Mənim sözüm budur ki, mən özüm kiçik adamam, amma böyük söz danışıram. Heç bir təvazökarlıq da eləmirəm. Allah da məni tanıyır. Sadəcə olaraq bu sözləri danışıram ki, eşidib əməl eləyərlər birdən. Kimlərsə əməl eləyər. Ondan mənə də bir pay düşər. Allaha adət eləyək. Adam Allaha adət eləyəndə aram olur. Ruhu da aram olur, cismi də aram olur. Əla biz zikrillah tətməinnül qulub. Qəlblər Allahı yad etməklə aram olar. Yad etmək bu deyil ki, təsbih götürək deyək. Yad etmək budur ki, hər an sən məndən nə istəyirsən. Sənin üçün ən keyfiyyətli şəkildə onu eləməyə çalışacaq. Belə adamların cismi də sağlam olur. Ariflərin həyatına baxırsan, görürsən ki, 90 yaşı var. Həkimlər müayinə edir, cavan insan bədənidir. Aramdır da çünki. İstirab nəyə görə çəksin ki? Biz istirab nəyə çəkirik? Ay Allah mənə nə deyərlər? Ay Allah orada mənə tənqid elədilər. Burada mənim üçün status yazdılar mənim əleyhimə. Burada falan oldular, mən narahat oluram. 100 dənə, onun hamısına azaddır. O bir nöqtəyə, bir mərkəzə bağlanır. Enerjisini bir səmtdə sərf edir. Biz sərf edirik, o ilə aramızı düzəldək, bu ilə düzəldək. 100 dənə yerə enerji sərf edirik, güc qalmır bizdən, haldan düşürük. Ona görə baxırlar, deyirlər, nəsə qanı qara gəzirsən, nə bütün günü. Nəsə narahatsan, nəsə narahatçılığın var. İnsan Allaha təslim olsa, Allahla münasibətinin keşiyində dayansa, ondan sonra keyf başlanır, mənəvi ləzzət aləminə insan daxil olur. Buyurur ki, فَأَنْزَلَ سَكِينَتَهُ عَلَى رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ Allah deyir, onların qəlbinə aramlıq verir, Peyğəmbərə və möminlərin qəlbinə. وَأَلْزَمَهُمْ كَلِمَةُ التَّقْوَى Və deyir, təqva onların həyatında bir zərurət.